Salam, kanalıma hoş gelmişsiniz. Bugün mətbəxim sevgi qoxur. Heç sevdiyiniz insana yeyilə bilən məktub hədiyyə etmisinizmi? Bugün sizə həm sürprizli, həm çox zərif sevgililər gününə özəl sevgi qurabiyəsi göstərəcəm. Hazırsınızsa başlayaq. Əgər siz də sevgililər günündə adi şirniyyat etmək istəmirsinizsə, sevdiyiniz insan üçün belə məktublu ürəkli kurabiyələr hazırlayın və fərq yaradın. Əgər belə fərqli ideyalar xoşunuza gəlirsə, videonu bəyənməyi unutmayın. Kanalıma abunə olun ki, birlikdə daha çox dadlı sürprizlər hazırlayaq. Şərhlərdə yazın görüm siz məktubun içində nə yazardınız? 120 qram şəkər pudrasının üzərinə 120 qram otaq temperaturunda yumşalmış kərə yağını əlavə edirəm. Yağ mütləq yumşaq olmalıdır ki, şəkər pudrası ilə rahat qarışsın və hamar teksturu alınsın. İndi qarışımın üzərinə 70 qram bitki yağı və 1 ədəd yumurta əlavə edirəm. Əl mikseri ilə yaxşıca qarışdırıram. Burada bir balaca düzəliş edim. Qabartma tozunu biraz tez əlavə etdim. Əslində vanili əvvəlcə əlavə edib qabartma tozunu unla birlikdə qatmaq daha düzgün olardı. Amma narahat olmayın, nəticəyə heç bir təsiri olmayacaq. Bəzən hər bir mətbəxdə belə xırda qarışıqlıqlar olur. Əslində isə qabartma tozu unla birlikdə əlavə edilməlidir. Əsas olan odur ki, bütün ərzaqlar düzgün nisbətdə olsun, nəticə yenə mükəmməl olacaq. Qarışdırdıqca kütlə yüngülləşir və krem kimi hamar bir hala gəlir. Bu mərhələdə qarışığın topaksız və ipək kimi olması çox önəmlidir. 350 qram unu və vanili əlavə edirik. Əvvəlcə spatula ilə toparlayıram, sonra isə əlimlə yüngülcə yoğururam. Xəmir yumuşaq və ələ yapışmayan olmalıdır. Burada kiçik bir xatırlatma edim ki, qabartma tozunu biraz əvvəl əlavə etmişdim. Əslində onu unla birlikdə qatmaq daha düzgün olardı. Əvvəlcə xəmiri spatula ilə toparlayıram, sonra isə əlimlə yoğurmağa başlayıram. Baxın, xəmir məhz bu formada olmalıdır, yumuşaq ipək kimi və tam pürüzsüz. Xəmirdən kiçik bir hissə ayırıram, onu ayrıca qaba qoyub qırmızı qida boyası əlavə edirəm. Yaxşıca yoğururam ki, rəng bərabər yayılsın. Rəng qatdığım xəmiri kənara qoyuram. İndi rəngsiz xəmirimizi 2 yerə bölürük və 2 yağlı kağızın arasında oxlovla 2-3 milli qalınlıqda yayırıq. Xəmirin üzərinə kiçik xətlər çəkirəm. Pizza kəsən bıçaqla bu izlərdən kəsəcəyəm. Belə edəndə xəmir daha düzgün və bərabər ölçüdə kəsilir. Kəsdiyim xəmirləri ehtiyatla bir-bir götürürəm, onları yağlı kağız sərilmiş soba listinə düzürəm. Baxın, bu xəmir çox kövrəkdir, ehtiyatsızlıqdan asanlıqla parçalanır, öz formasını itirir, ona görə də soba listinə düzərkən yavaş və diqqətlə edin. Kəsdiyimiz xəmirləri bir kənara qoyuram, indi isə rəngli qırmızı xəmirlə işləməyə başlayırıq. Onlardan kiçik bəzəklər, ürək formaları hazırlayacağıq. Gördüyünüz kimi rəngli xəmiri də eyni şəkildə açırıq. İndi isə onu kiçik və yaxud da istədiyiniz ölçüdə ürək formalarla kəsirik. Kəsdiyim ürəkləri bir-bir götürürəm. Onu öncədən yaydığım xəmirlərin üzərinə bir kənardan yerləşdirirəm. Xəmirin bir kənarından pipet vasitəsilə 2 dəlik açırıq. Bu dəliklərdən lentalar keçəcək və sevgi sözlərimizlə dolu məktubumuzu ora bağlayacağıq. İndi isə kurabiyələri 160-170 dərəcə temperaturda 10-15 dəqiqəlik bişirmək üçün sobaya göndəririk. Gördüyünüz kimi kurabiyələrə son toxunuşları edirik. Sevgi sözlərimizlə onları bəzəyir, dekorasiya edərək tam tilsimləyirik. Hər biri həm şirin, həm də sevgi doludur.
və bu günlük də sevgililər günü üçün kurabiyelərimiz hazır oldu. Hər biri sevgi və xoşbəxtliklə doludur. Videonu bəyəndinizsə like edin və abunə olun. Şərhlərdə mənə dəstək olmağı unutmayın. Həmçinin sizi Instagram səhifəmə də dəvət edirəm. Orada sizlər üçün xüsusi mətbəx və şirniyyat paylaşımları hazırlayıram. Və bu günlük də bu qədər. Yeni videolarımda görüşənədək hələlik.